Bugün saat 20 radələrində Bakı metrosunun Nərimanov stansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Məlumatda bildirilir ki, dərhal təmas relisindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və Nərimanov stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervalda əlavə yubanmalar yaranıb. İlkin məlumata əsasən 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin deyə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin məlumatında bildirilir.